Bu insan söylüyor. Ben de müzik Başlayaq. Bəli. Hazırıq. Bəli. Yaxşı. Başlayaq. Bugünkü yarışımız 5A sinifində ədəbiyyat fənnindəndir. Bu sinifin Azərbaycan dili ədəbiyyat müəllimi mənəm. Başlayaq uşaqlar. Bəli. Hazırıq. Bəli. Başladıq. Oyunumuzun şərtlərini deməyə ehtiyac yoxdur. Həm siz bilirsiniz artıq şərtlərimizi və həm də izləyicilərimiz. Düzdür? Bəli. Başladıq. Ədəbiyyat sözü hansı sözdən götürülüb? De, əlini qaldırma. Heç biri bilmədi. Əyləşin. Nəzrin və Elanora. Onlar bilmədisə siz davam eləməlisiniz. Sualın cavabı? Aha. Ədəbiyyat ərəb mənşəlidir. Ədəb qayda bildirmək demək. Ədəb sözündən götürülüb. Ədəb sözündən. Düzdür. Elanora xanım əyləş. Nəzrin, davam eləyirik. Ləman və Züleyxa. Ədəbiyyat neçə yolla inkişaf elədi? 2. Düzdür. Züleyxa əyləş qızım. Ləman, davam eləyirik. Ömər və Cavanşir. Şifahi ədəbiyyat qədimdir yoxsa yazılı ədəbiyyat? Yazılı. Cavanşir tez dedi. Ömər əyləş. Cavanşir, davam eləyirik. Məhərrəm və Yusif. Hansı ədəbiyyatın müəllifi var? Yazılı. Yazılı, doğrudur. Yusif əyləş. Məhərrəm keç arxaya, davam eləyirik. Fərid və Ramal. Ədəbiyyatda neçə növümüz var? 3. Ramal tez dedi. Fərid əyləş. Ramal, davam elə. Müzəffər və Çinarə. Lirik növə bir dənə nümunə deyin. Mahnılar. Doğrudur. Müzəffər əyləş. Çinarə, davam eləyirik. Məcid və Nəzrin. Hekayələr hansı növə daxildir? Yazılı. Yox. Şifahi. Növ. Yox. Hansı növümüz var idi? Epik növ, dramatik növ. Ay, sağ ol. Çünki mən bildim ki, Nəzrin bilir. Aha, dilimin ucundaydı. Ədəbiyyat dərsində maraqlı ifadə, dilimin ucunda. Cavanşir və Ləman xanım, davam eləyirik. Tamaşalar hansı növə aiddir? Lirik. Yox. Dedik növə. Yox, ikiniz də əyləşin. Sualımızla davam eləyirik. Dramatik, bəli, Məhərrəm düz dedi, Ramal əyləş. Çinarə və Nəzrin. Öküz sözünü harda işlədirik? Öküz sözü Aha. şeylərdə. Hansı? Hə, nələrdə? Əkinçilik. Ay, sağ ol. Əkinçilikdə. Daha dəqiq desək, nəğmələrdə. Ay, sağ ol. Nəzrin əyləş. Çinarə və Məhərrəm. Nəğmələrin neçə növü var? 2. Nəğmələrin heç biri bilmədi. Yaxşı. Davam edirik. Xeyr, 6 da deyil. 5, düzdür. Məişət nəğmələri hansıdır? Məişət nəğmələri. Hə. Dünən yazdırdıq da. Oxumadım. Məişət Aha, bilmədilər. Yaxşı, davam eləyirik. Dildən dilə keçərək dəyişən ədəbiyyatımız hansıdır? Yox. Qrammatik nədir? Şifahi. Bəli, şifahi ədəbiyyat. Bu dəfəki yarışımızın qalibi